13-cü sual. Bərabər tərəfli bir ABC üçbucağı verib. Təbii ki, siz buralara 60, 60, 60 yazacaqsınız. Bu üçbucağın AC tərəfi üzərində qurulmuş yarımçevrə. Yarımçevrədirsə bu diametrdir. Onda diametrə görə yuxarıdakı bütün qövs 180 dərəcədir. Bunu yadınızda saxlayın. Onda 180 dərəcədirsə, bax buradan bura bu qövs daxili bucağa görə nə qədərdir? 120. Hardan bilirəm? Bu 60-ın 2 qatı. Onda bura 60 qalır. Eynən keçək bu tərəfə. Bura 60-dırsa, bura 120-dir. Daxili bucaq gördüyü qövsün yarısıdır. Onda burada 60 qalır ki, 120 olsun. Onda yenidən 3-ün cəmi 180 olmalıydı. Burada nə qalır? 60. Yəni bu çox bəsitdir. Qövslərin dərəcələri eynidirsə, onların uzunları da bərabərdir. İspat etdik. Bir də bunu bilin. Bu da çox istifadə olunar. Burada yarım dairədə həmişə siz bu vətəri çəkin və bu aşağı 180, 180-in yarısı nə olurdu? 90 və yaxud da deyirdik ki, diametrə sökənən daxili bucaq düz bucaqdır. Bundan da həmişə istifadə etmək lazımdır.